Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Yoxsullar bölməsindəki 42 nömrəli sualı izah edirəm. Sualda deyilir ki, xlomidaminadan cinsi çoxalması zamanı əmələ gələn qamet, zigot və yeni yosunların saylarını cəmi etmiş olmuşdur. Bu prosesdə bilavasitə neçə qamet iştirak etmişdir? Gəlin burada yazalım. Zigot sayını mən əgər x kimi götürsəm, onda qamet sayı hər ziqotun yaranmasında 2 dənə iştirak eləyir. Olacaq 2x qamet iştirak eləyir ki, sonra deyək yeni yosun. Yeni yosundakı bilir ki, zigot əgər x-ə 4 dəfə çox olacaq. Yeni yosun olacaq neçə? 4x. Bunların cəmi ümumilikdə hamısının bir yersə cəmi olacaq nə qədər? 70. Yəni x üzərinə gəl 2x üzərinə gəl 4x. Cəm 70'dir. Onda 7x bərabərdir 70'ə. X də bərabərdir 10'a. Bizdən soruşur ki, bu prosesdə bilavasitə neçə qamet iştirak etmişdir? Neçə qamet iştirak etmişdir deyirsə, qamet 2x olduğu üçün bunu da vurdum 2'yə. Dizək neçə? 20. Yəni 42 nömrəli sualın cavabı olacaq 20. Sağ olun, növbəti videolara görüşənə qədər